Başlayabilirik. Hamınızı salamlayırıq, axşamınız xeyir olsun. Qarabağ Neftçi oyunlarının sonunda mətbuat konferansımız devam edir. Önce qurban mərhəmətlərini bildirsin, daha sonra suallar. Axşamınız xeyir olsun. Sonunda müəbbinizi. Elə orada canlı efirə də bildirdim birbaşa ki, ilk öncə Azərbaycan'a təşəkkür eləmək istəyirəm. Bugün tam başqa bir Ab-Hava ile stadionda və çoxdan da bizim yerli oyunlarımızda, yerli çempionatda bu stadionda belə azarkeş dəstəyi olmamışdı və həm mənim üçün çox xoş oldu, həm futbolçulara əlavə motivasiya verildi və təşəkkür edirəm onlara və hər oyun onları biz gözləyirik və istədim ki, onların sayı daha da artsın və azarkeşsiz futbol çox zəif görünür. Bu oyun bəlkə bugünkü oyun çox az sayda azarkeşli olsaydı, bəlkə belə bir daha maraqlı oyun şahidi olmazdı. Və futbolçularımı təbrik edirəm. Çox vacib qalibət əldə elədilər və çox razı qaldım. Hansı ki, ən vacibi sona kimi sürəti, dinamikanı qoruyub saxlaya bildilər. Çünki qarşılarında çox təhlükəli əks-tutma keçən bir kollektiv var idi və çox vacib idi bizim üçün hücumda ola müdafiədə diqqətli olmaq və bugün müşahidə oldu və buna baxmayaraq yenə də Neftçi bir neçə yaxşı gol episod yaratdı. Yenə bu onların gücündən xəbər verir. Və belə öz komandamız haqqında və Neftçi oğulları arzulayıram. Samirə oğulları arzulayıram. Hansı ki, onun üçün ola bilər son vaxtlar bir qədər asan deyil ki, öz düşündüyü futbolu göstərsin. Amma mən bir məşqçi olaraq onu görürəm, onun istədiyini meydanda, hansı ki, bizim üçün çətinliklər yaradır. Və inanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəklər və uğurlar arzulayıram.